Salam əziz şagirdlər. Deməli bugün vaxt itirmədən keçək sualların izahına Birləşmələr Nəzəriyyəsini izah edərəm. DİM 2020 toplusundan. Deməli 30-a qədər sualı izah eləmişəm. 32-ci sual binom sual deyə onu demirəm. Hasan sualda amma binom sual deyə demirəm. Keçək 34-cü suala. Deməli kommunizon 8-dən 3 üstə gəlsin permütasiya 9-dan 4 bölünsün permütasiya 4-dən 4. Bu belə. İndi bu da uşaqlar olacaq bildiyimiz kimi 8-dən 3-dürsə 8 faktor. Bir də 8-in üstü də hesablanması bilirsiniz. 5 faktor vurma 3 faktorun özü. Kommunizon hesablanması. Bir də 9-dan 4. Gəlin permütasiya 9-dan 4 hesablayaq. Permütasiya 9-dan 4. Deməli, bunu hesablanması da çox asandır. Onu deyim, bir sadələşdirək. Deməli, 9 faktor. Bir də 9-un 4-ü çıxırsan, 5 faktor. Bunu ixtisar edirəm. Qalır 5-dən sonraki ədədlər 6, 7, 8, 9 ədədlərin hasılı. Permütasiya 4-dən 4 uşaqlar. 4 faktordur. Mənim niyə? Qaydamız var ki, n-dən n-ə həmişə n faktor olur. Eyni olanda da. Sürətdə nə qaldı? Deməli, 6, 7, 8, 9 bölünsün 4 faktorda 1, 2, 3, 4. Bununla bu ixtisar getdi. Qaldı 6, 7, 8. 3 faktor neçə deməkdir? Bu da 6 deməkdir. 6-dan da bu gedir. Qalır 56. 56. Bax, gəlin də ixtisar edək. 2 üçün neçə edir? 6. Bu 6-dan bu 6 ixtisar getdi. 1, 1. 4-dən 8 ixtisar getdi. 2. İndi, baxın. Qaldı 7, 2, 14. 14, 9-a vuranda 126. 56-dan da 126 toplayanda 182. Cavab 182. Deməli, 36-cı sual. 36-cı sual. Deyib ki, kommunizon bəxşi sualın eynisidir. 2 vurma permütasiya 2-dən 2 bölünsün permütasiya 3-dən 2. Başlayaq uşaqlar. Deməli kommunizon baxın 5 faktor 5-dən 2-ni çıxanda 3 faktor vurma 2 faktor. Belə. 2-dən də 2 bilirdiniz, 2 faktordur. Bunu hamı bilir. Belə permütasiya 3 faktor isə 3 faktor bölünsün 1 faktor. Başladıq, ya Allah, deyək, izah getdi bunlar. Qalacaq, deməli, 5 faktor, 5 faktordan bunu da ixtisar edək. Qalır 4 vurma 5, 4 vurma 5, bölünsün 3 faktorda 1, 2, 3 deməkdir. Bundan bunu ixtisar elədim. Gəlin bunları ixtisar edək. Bunları 2, 3-də 10. Elə bir cavab var. Bəli, 3-də 10-dur qiyməti. 3-də 1-dir. Deməli, belə uşaqlar. Binomu izah eləməyəcəm də 37-ci sualda izah edək. 8 dənə, deməli, qırmızı 8 dənədir. Ağ, sək, deməli, ikisi ağ olmaqla, 2 dənəsi də, yox, 6-sı ağdır. Bunlardan buket düzəltmək istəyirlər. Deməli, 3-ü qırmızı olmalıdır, ikisi ağ olmalıdır. Baxın, nə vaxt kommunizon istifadə olunacaq, nə vaxt permütasiya? Kommunizon odur ki, müxtəlif seçimlər, müxtəlif rənglər olsaydı. Amma bizə deyib ki, eyni rəng olsun. 8 dənədən 3-ü qırmızı olsun. 6 dənədən ikisi olsun. Düzdür? Yəni, buketdə. O baxımdan kommunizon hesablanacaq. 8 dənədən 3-ü və kommunizon 6 dənədən ikisi. Mənim, nə vaxt vurma, nə vaxt toplama olacaq? Uşaqlar, və ya sözü işlənəcəksə toplama, və sözü olacaqsa, belə deyim də, yox, və ya sözü olacaqsa, düz dedim də, toplama, və sözü olacaq. Deyirəm, ikisindən də istifadə edirəm. Birini istifadə edib, birini istifadə etməmək şahsın varsa, bu vurmadır. İndi bunların arasını bir dəstə yaxşı izah edirəm, tam anlayasınız. Bunu da biliyorsunuz, indi uşaqlar.
Yavaş-yavaş öyrənəcəksiniz ki, neçədir. Kommunizm 8-in 3-ü kifayət biləcəksiniz. Mən bilirəm, amma yazmıram. Üst vurma, kommunizm 6 faktor bölünsün 4 faktor, vurma 2 faktor. Bundan bu ixtisar getdi. Alında 6, 7, 8. 3 faktor ilə 6 deməkdir. Bu da getdi. 7, 8 ilə 6. Bayaq onu yuxarıda hesablamışdıq. Bu da vurma. Bundan bu getdi ixtisar 5, 6. 2 faktordan da bu gedəndə 3, 5 15. 56-nı da 15-ə verəndə, 56-nı da 15-ə verəndə, deməli, belə deyim, 37-ci sualda deybəndi. Cavab, yəni 840 olacaq. 840. Bir də uşaqlar. 37 belə. 40-cı suala baxaq. Deyib ki, 7 elemental çoxluların sayı, 7 elemental çoxluların sayı 200-sü n üstünün hesablanır. Yəni 200-sü 7, 7 o dedikcə 32. Deyib 7 elemental çoxluların sayı, bu 5 elementdir. 5 elementli alt çoxluların sayı necə tapılırlar? 7-dən kommunizm 7-dən 5-ə. Bunu da hesablayanda 207-nin qiyməti uşaqlar səhv 128. 2-ni 7 dəfə 128. Kommunizm 7 faktor bölünsün 7-dən 5 çıxanda 5 faktor vurma 2 faktor. Deməli, bununla bu ixtisar getdi. 6, 7, 6, 7. 2 faktoruna gedəndə 21. İnşallah nə qədər çoxdur deyəndə 128-nə də sıxacam 21-i 107. Belə. Baxaq indi növbəti suallara. Həndəsə sözü, bunları çox işləmişik. 42-ci sual. Həndəsə sözü neçə hərflidir? 3, 7 hərflidir. Həndəsə sözü, deməli, ədən neçə dənədir? 3 dənədir. 3 faktor. Yaxşı. Başqa hərfdən təklanma varmı? H, yox. S, yox. Qutardı. Bunu ixtisar edəcəm. 6, 7, yox. 4, 5, 6, 7. Bu dedəcək. Deməli. 7 faktor. Başqa hərf təklanması yoxdur. 20, 120, 840. Düz hesabladım da. Ondan başqa baxaq uşaqlar. Deyib ki, avtomobildə sərgisində Hyundai, ondan sonra maşın növləri istənir 1, 2, 3, Opel Toyota, 4, 5, 6, 6 dənə. Deyib nə qədər yanaşı düzməklə. Uşaqlar, bu asandır 44. Maşın növləri nə qədərdir? 6 dənədir. 6 dənə marka necə dənə dəyişə bilər? 1, 2, 3, 4, 5, 6. Yəni 720. Belə. Baxaq bir dənə də. 44-də deməli. Bəli, B bəndi. Cavablara da baxıram ki, tam dəqiqləşdirim ki, ola bilər də nəsə elementlər səhvimiz ola bilər. 46-cı sual. Permütasiya x-in 2. X-in 2. Bərabərdir kommunizm 6-dan 3. Deməli uşaqlar, bu x faktor, bir də x-dan 2-ni çıxıb onun faktoru. Bu da olacaq 6 faktor, bir də 6-nın 3-ü çıxarım 3 faktor, vurma 3 faktor. Uşaqlar, baxın buna necə yazsam. X faktoru yazsam, x vurma x minus 1, x minus 1, bir də x minus 2 faktor. Bölünsün x2 minus 2 faktor olacaq. Bununla bu ixtisar gedir 4, 5, 6. 6-dan bu 6 getdi, elədi 20. X minus 2 faktorlarda ixtisar getdi. X vurma x minus 1 bərabərdir 20. Belə düşünə bilərsin ki, x neçədir? 5-dir. Çünki 5 vurma 4, 20 deyəcək. Və ya kvadrat əlində kökündə tapa bilərsin. X olacaq. Deyib 5 ədədi hansı ədədlərin arasında yerləşir? Təbii ki, daxil olan ədədlər arası elə budur. 5 özü daxildir axı.
Cavab olacaq D bəndi. Bunlar hamısı eyni qaydadır. Yəni bunları işləmək lazımdır. 48-də baxacaq. Davam edək 50-dən uşaqlar. 50 49 biraz sizin üçün çətin gələ bilər, amma onu da siz izah edəcəm. Deməli, uşaqlar, elementləri istifadə etməklə deyib ki, neçədən 4 rəqəmdə. Deməli, 4 rəqəmdə də deyib 4 dənə xətt qoyacağam. Təklik, onluq, yüzlük, minlik. Təklik, onluq, yüzlük, minlik. Bəli. Təkliklər mərtəbəsində deyib ki, elementlərdən istifadə etməklə cüt rəqəmlə başlayan. Cüt rəqəmlə başlayan nə ola bilər? 2 ola bilər, 4 ola bilər, 6 ola bilər. Mənim 0 niyə olmadı? 0-dan başlayan bir ədəd görmüsünüz uşaqlar? Təbii ki, yox, görməmişəm. O baxımdan 3 dənə hal ola bilər təklikdən. Amma deyib ki, cüt rəqəmlə başlasın və rəqəmlər təkrarlanmayan, yəni təkrar olunmayacaq. Neçə 4 rəqəmli tək ədəd yazmalı. Tək ədəd nədir? Son neçə olmalıdır? Tək ədəddə 1, 3, 5, 7. 4 dənə də belə hal olmalıdır. Yəni uşaqlar, əvvələ bir dənə ədəd istifadə etmişəm, sonra da bir dənə ədəd istifadə etmişəm. 4 dənə hal ola bilər, amma bir dənəsini istifadə etmişəm. Neçə ədəddir baxaq? 0-dan 7-yə qədər deməli 1, 2, 3, 3, 4, 5, 6, 7, 8 dənə. 8 dənə haldan ikisini istifadə etmişəm. Qaldı neçə hal? 6 dənə. Yenə də birini istifadə edirdim. Axı bu 6 dənə haldan birini istifadə edirdim. 5 dənə. Bəzən uşaqlar nə deyir? Deyirəm eləm 6 dənəsini istifadə edir. Deyirəm ya uşaqlar, yox. Məsələn 6 dənə halım var, 6 dənə yəni ədəd var da, istədiyimi qoya bilərəm. O baxımdan da bunların halsını tapacağam. 18, 18-i 5-ə vuranda 90, 94-ü vuranda 360. Cavab 360 olacaq. Bunlar da eynidir. 52-ci suala aid sual mən dərs izahında demişəm. Elmindir. Rəşid, Yusif, Ziya, Əli, Bilal, Murad. Deyib ki, bir sırada durublar, şəkil çəkdirirlər. Yusuf, Əli, Bilal. Bunlar yan-yana yazsın. Deməli, Emin yazaq, yazaq, Rəşid. O sonunda hansıların adını çəkə bilərsə, onlar salını sağlayacağım. Yusufdur, Ziyadır. Yox, Yusuf, Əli. Ziya yoxdur. O baxımdan da Ziya, baxın, Ziya, başqa Bilal, Murad bir də. Murad. Bunlar deyib yanaşı olsun da. Yusuf, Əli, Bilal. Bunlar yan-yana yazıram. Yusuf, Əli, Bilal. Bunu dərs izahında izah elədim inşallah. Bunlar Yusuf, Əli, Bilal deyibsə, neçə nəfərdir bunlar? 3 nəfərdir, amma onlar bir adam kimi baxacağım. Yanaşı olduqları üçün. 1, 2, 3, 4, bir də o 5 faktor. Bir də bunların arasında yerləşmə var. Deyə bilərsiniz, bunların arasında yerləşmə. 5 faktor verimi 3 faktor. 5 faktor verimi 3 faktor. Bu da eləyəcək 5 faktor 120. 3 faktor da 6. O da eləyəcək 720. Cavab 52-də. 52-də niyə bənd oldu? Deməli 52-də olacaq. Y bəndi. Təbii ki, Y bəndi. Bunlar da eyni qaydadır uşaqlar. Bunlar da eyni qaydadır. 54 yenə dediyim kimi, burada Kənan, Rəfail, Ruslan. Onlar yayına qoyacaqsınız və onlara da bir insan kimi baxıb onları işləyəcəksiniz. 54. M faktorun kvadratı çıxılsın 4M faktor plus 12. Yeni dəyişən əvəz edəcəm. M faktora bir dənə T deyəcəm. Olacaq T'nin kvadratı plus 4T plus 12. Şöyle olacaq T'nin kvadratı minus 4T plus 12 minus 12. Hər birini keçdirəmizə bəra bilərəm 0-a. Bunun diskriminantını tapsam B kvadratı çıxılsın 4AC. O da olacaq mənfi 4'ün kvadratı. Mənfi 4'ün kvadratı. Çıxılsın 4AC. A1 C'dən mənfi 12. 16 üstə gəlsin 48 toplayında 64 eləyəcək. T1'i tapanda bildiyimiz kimi olacaq müsbət 4 plus 64'dən 8 çıxır bölünsün 2'yə.
O da olacaq. Deməli 4-dən 8-ə 12, 12. 12-nin 2 bölündə 6. X deməli T2-ni tapanda 4 çıxılsın 8 bölünsün 2-yə. 4-dən 8-ə -4, 2-də bölündə -2. İnşallah n faktoru mən demişim də 6. N faktoru 6-dır və ya n faktor -2-dir. N faktoru -2 deyə bilmərəm, çünki n faktorun heç bir qiyməti -2 ola bilməz. N faktoru 6-dırsa n neçədir? 3-dür. Qutardı. Belə, bu qədər sadə. 55-dir, yenə dediyim kimi eynidir. 55, o 55 biraz dəstə deyilməli, biraz uzun misaldır. Yəni, bunlar da sadədir. Bu yenə binomdur. Binomun neçə açılışıdır. Bundan əslində gedəcək. Bilmərəm, yoxsa yox. Bu da çətin bir misal deyil. Başlayaq 59-cu suala. 59. 59-cu sual. Deməli, kamnuzon x-dan 2-yə, kamnuzon 9-dan 6-ya. Çıxılsın 3x plus 6 bərabərdir kamnuzon 9-dan 3-ə. Əla. Bu da olacaq deməli. Bildiyimiz kimi x faktor, bir də x minus 2 faktor. Faktor, bir dənə vermə 2 faktor. Kamnuzon hesablanması. Olacaq kamnuzon 9 faktor. 9-dan 6 çıxıram. 3 faktor, bir də 6 faktor. Çıxacaq 3x plus 6. Bu da indi eyni şey olacaq. Deməli, kamnuzon yenə 9 faktor. 9-dan deməli 6 faktor vurma 3 faktor. Hər tərəfdə eyni ədədləri silə bilərəm. Bununla bu eyni ədəddir. Deməli, bunu yazacağım x minus 1 bölünsün. Bundan bu ixtisar gedəndə 2 faktorda 1 vermə 2-dir. Deməli, belə. Çıxılsın 3x plus 6 bərabərdir. Sağ tərəfdə 0 alınır. Hər tərəfi 2-yə vərsəm ki, itsin. Kəsir bir dəfəlik. Olacaq 2-dən bu 2 ixtisar gedəcək. X kvadratı minus x minus 6x plus 12 bərabərdir 0-a. X-in kvadratı minus 7x plus 12 bərabərdir 0-a. Uşaqlar, x1-dən x2-nin cəmi 7-dir. x1-dən x2-nin hasili isə 12-dir. O hansı ədədləri toplayanda 7 edəsin, vərəndə 12 edəsin. x1 3 imiş, x2 4 imiş. Belə. X-in ən böyük qiymətini tapın, 4 qiyməti olacaq. Belə. Deməli, çətin bir şey varmı? Davam edək. Bunları da hesablamaq asandır. 61-ci suala baxaq. Permütasiya 9-dan 9-a. Çıxılsın permütasiya 8-dən 8-ə. Bölünsün 7 faktor. Baxın uşaqlar, 9-dan 9-a 9 faktor deməkdir. Çıxılsın 8 faktor. Bölünsün 7 faktor. 9 faktor yazıram, 7 faktor. Vırma 8, vırma 9. Çıxılsın 8 faktor. Bölünsün 7 faktor bu da. Deməli uşaqlar 7 faktor. Bax bunu yazıram. 7. Bax bunu yazıram aşağıdan. İndi 7 faktor vurma 8 vurma 9. 8 faktor da yazıram. 7 faktor vurma 8 faktor. 8'e. Bu da bölünsün 7 faktor. Bundan 7 faktor çıxardaram mütləq çıxarcına. İndi 8, 9, 72, 72'dən 8 çıxanda
bölünsün 7 faktora. 7 faktorla ixtisar gedir. 70'dən də 8 çıxanda 64. Cavab 64 olacaq. Permütasiya x-dən 1 bərabərdir 5. X faktor, bir də x-dən 1'ə çıxanda x minus 1 faktor bərabərdir 5'ə. Olacaq indi bildiyimiz kimi x vermə x minus 1 faktor bölünsün x minus 1 faktor bərabərdir 5'ə. X minus 1 faktorla ixtisar getdi. X də bərabərdir 5'ə. X olacaq 5. Belə uşaqlar. İndi bizə nə deyib? Deyib ki, kombinizon elə bil x-dan 2, yəni 5'dən 2'ni hesabla. 5'dən 2'ni hesablayanda 5 faktor. 5'dən 2 çıxanda 3 faktor. 2 faktor. Bundan bu ixtisar getdi. 4 vermə 5. 4 5'im 20 bölünsün 2. O necə 10. Necə 10. Cavab 10 olacaq. Neçə uşaqdır uşaqlar? 26 uşaq. 26'dan 2'dən növbəsi seçilir. Demək, nə olsun? Baxımda kombinizon 16'dan deməli 26'dan 2 olacaq. Onu hesablayacağım. Deməli kombinizon 26'dan 2'yə basanda 26 faktor. 26'dan 24 faktor. Bir də 2 faktor. Bundan bu getdi. 25 vermə 26. 25 vermə 26. 26 bölünsün. 2 faktorda 1 vermə 2'dir. Bundan bu ixtisar getdi 13. 25'i də 13'a verəndə 3 5'im 15. 5'im 5. 1 2 2. 5 2 325. Neçən sualdır deməli bu? 65-ci sual. 325. Bəli, düzdür. Desəydi ki, müdir və mavini seçilsin və ya sinif nümayəndəsindən kömək seçilsin, onda permütasiya hesablanır. Amma qalan halda bildiyimiz kimi bu suallar belə deyim də hamısı kombinizon hesablanacaq. Bu asandır uşaqlar. Bu 100 və 198 bir də bunda baxaq. Ondan sonra videonu izləyəcəm, saxlayacağım da. Kombinizon 100'dən 98. Yaxşı sualın eynisidir, üstə gəlsin. Kombinizon 1000'dən 998 bölünsün. Kombinizon deməli 1000'dən 2 kombinizon 100'dən 2. Birinci bir də xassəmiz var uşaqlar. Məsələn, 8'dən 5 əslində kombinizon 8'dən 3'ə bərabərdir. Yəni siz əsas sağ tərəflərində bax, sol tərəfləri eynidirsə, bununla bunun cəmi də 8 edirsə, eynidir. Deməli, bununla bunun bax, bununla bu bərabərdir. Bununla bu bərabərdir. Düzü? Bunun əvəzinə mən belə bir şey deyə bilərəm də. Bax, diqqətlə qulaq asın. Çox sadədir əslində. Bax, bununla bunun mən yerini dəyişsəm. Bax, bununla bunun yerini dəyişsəm. O müəllim, bunu necə dəyişə bilərsiniz? Yəni, uşaqlar, əslində yenə etdiyim kimi böyük bir hoqqa çıxartmıram mən burada. Bununla bununla yerini dəyişirəm. Niyəsin səbəbin yenə etdiyim kimi uşaqlar. Bax, diqqətlə desəm, tam anlayacaqsınız ki, nədir? Söhbət nədir? Yaxşı, birini hesablayaq. Bunun 100'dən 98 nə deməkdir? 100 faktor. 100 faktor. 98 faktor. Vermə 2 faktor. Yenə də 1000 faktor. 998 faktor. Vermə 2 faktor. Deməli, bunda da yenə də 1000 faktor. Bunda 998 faktor. Çıxanda 2 faktor. Üstə gəlinsin. 100 faktor. Ondan çıxanda 98 faktor. 2 faktor. Gözə eyni ifadə alındı. Sürət və məxəzi eyni ifadə alındı. Bunlar da ixtisar getdiyi hesablamaya ehtiyac yoxdur. Cavab 1 alındı. Belə sadə. Belə yəni uşaqlar, demək olar ki, çox izah elədik. Qalanları da
sizin üzrə köməkçi gedib satacaq. 70-ə qədər onsuz vermişəm bu dəfə. Sağ olun, salamat qalın. Özünüz yaxşı